Her zaman ne deyirik dostlar? Yaşadığımız her şey aslında bizim ihtiyacımız. Yani bizim ihtiyacımız. Ne yaşayırsansa yaşa. A'dan Z'ye. Bu sadece olarak senin ihtiyacındır ve hayat senin ihtiyaçlarını karşılıyor. Hayat hiçbir zaman sana istediğini vermez. Hayat sana, sen ne sansa, sen neye ihtiyacın varsa hayat sana onu verir. Və belə olduğu halda dostlarımız məndən çox soruşurlar və mən bunun hər kəsə ayrı-ayrılıqda izah etməyi seçmədim. Bu şəkildə bir video çəkib sizinlə paylaşmaq istədim. Əslində nə soruşurlar? Cəlalə xanım, madəm ki hər şey bizim ehtiyacımız, artıq çəkiyə mənim nəyə ehtiyacım var? Yəni əslində məni kökəldən çox yemək yeməyimdirmi, yoxsa o çox yemək yeməyin arxasında işləyən başqa bir mexanizma mı var? Mən durmadan yemək yeyirəm, heç bir şəkildə doymuram. Yemək yeyirəm, yəni bədən artıq onu istəmir, amma mən yenə də yemək yemək istəyirəm. Doyduğumu hiss etmirəm, daha doğrusu doyduğumu hiss edirəm. Ama hiçbir şekilde yemek yemeden özümü durdurur bilmirəm. Bunun kökünde ne var? Diye soruşursunuz haklı olarak. Bakın dostlar, öncelikle bizim beynimiz var. Ve oraya giden acılık signalları hardan gelir? Öncelikle bunu anlamalıyıq. Yani benim beynime gelen acılık signalları hardan gelir? Fiziksel bedenin acdırsa, yani mədən acdırsa, vaxtında yemək yemirsənsə, o zaman nə olacaq? Beynə siqnal gedəcək. Çünki bədən ehtiyaclarını almadı. Yemək yemen lazım. Və başqa bir tərəfdən, əgər ki sən bədenin susuzdursa, yeteri qədər su içməmisənsə, bu zaman beynə yenə siqnal gedəcək. Susuzam deyəcək, mənə su ver deyəcək. Sen bunun farkında olmadığında yine gidip yemek yiyeceksin. Çünkü beyne açlık signalları gelir. Farkında olmayacaksan ki ben gündelik bedenimin suya olan tələbatını içmedim. Onu karşılamadım. Bakın gündelik güne olan bedenin suya olan tələbatını içmişsinizsə, ama ölü su içmişsənsə beden yine tələbatını ödeyebilmir. Yəni bədəninizdə yeteri qədər mineral yoxdursa, bədən yenə tələbatını ödeyə bilmədi. Yenə sizin beyninizə mən acam deyə bir siqnal gedir. Və siz gedirsiniz yemək yeməyə. Əgər ki sizin duyğularınız acdırsa, həyatdan yeteri qədər zövq almırsınızsa, həyat sizə xoş gəlmirsə, xoşbəxt deyilsinizsə, duyğularınız acdır. Sevgi almırsınız. Ve bu zaman siz ne edeceksiniz? O sevgi acılığını da yemekle doydurmaya çalışırsınız. Yani yanlış yeri bəsləyirsiniz. Eğer ki beyninizi bilgiyle təəccübləndirmirsinizsə, hayatınız monotondursa, yeni bir şeyler öğrenmeye hevesiniz yoktursa, bakın orada aslında sizi bilgi acısız. Beyniniz təəccüblənmək istəyir. Beyniniz acdı, bilgiye acdı ve siz bu sefer de gedirsiniz, ne edirsiniz? Yemek yeyirsiniz, doyacağınızı zannedirsiniz ve hiçbir şekilde doymursuz. Ve başka bir taraftan baktığında eğer ki siz sağlıklı bəslənmirsinizsə, bedene lazım olan mineral, vitaminleri vermirsinizsə, ölü gıdalarla bəslənirsinizsə, bu zaman beden yine deyir ki, mən acam. Zihni siqnal gedir, beyne siqnal gedir, mən acam, yemək istəyirəm. Siz bu sefer de gidirsiniz, yine o her zamanki kimi bəsləndiğiniz ölü gıdalarla bəslənirsiniz ve beden zaten açlıq hissedir. Ve bütün bunların hamısının kökünde ne var? Sen niye o ölü gıdalara doğru çekilirsen? Sen niye bedene yeteri kadar su vermirsən? Niye duygularını bəsləmirsən? Niye beynini bilgiyle təəccübləndirmirsən? Bütün bunların hamısının kökünde işleyen tek bir mekanizma var. Senin keçmişte barışık değilsen, senin keçmişte anayla halallaşmaya ihtiyacın var. Anaya karşı aşırı bağlılığın var ya da orada küskünlüklerin var. Sen bunlar olduğu müddetçe korkuların var. Dünyanı sevmirsən, bedenini sevmirsən ve bedeninle o çekinle de savaşırsan bu sefer burada. Ve bu hayatın içinde sen hiçbir savaşı kazanma şansın yoktu. Savaştığın her şey seninle savaşır.
Bir səfərində bir dostumuz mənə şey demişdi. Sizin canlı yayınlarda bir cümlənizi eşitdim. Mənə seans dəyərində bir təsir etdi dedi. Savaştığın hər şey səninlə savaşır. Doğrudan da savaştığın hər şey səninlə savaşır. Həyatın içində nə ilə savaşırsan savaş, sən özünlə savaşırsan. Və sən olanla savaşırsan. Olanı kim yarattı? O yarattı. Sən əslində onunla savaşırsan, fərqində olmadan. Və buna görə də dostlar, o çəkini verməyi, yəni onu düşünməyi buraxın. Çəki verməliyəm, kilo verməliyəm, kilom artdı. Bunları burax, çünki bunların kökündə sənin qorxuların var. Necə ki, nə qədər ki, misal üçün qorxularımız var, evlərimizə reşotkalar düzəltdiririk, ondan sonra evlərimizin çəpərlərini, hasarlarını qalınlaşdırırıq, hündürləşdiririk. Nədən? Çünki qorxularımız var, biri gələcək, zərər verəcək. Həyatıma, bacıma, evimə, eşimə zərər verəcək, qorxularımız var. Orada bir qalın seyf qapılar düzəldirik. Tamam, baxın, həyatın içində sən bunu edirsənsə, bədenin də özünü qorumaya alır. Sənin qorxuların varsa, bədən nə edəcək? Sənin o yediyin yeməkləri depolayacaq, dərini qalınlaşdıracaq. Beynimiz bu qədər bəsit, sadə bir şəkildə işləyir. Və sənin bədəninə zərər verəcək, sənə o yağları orada depolatdıracaq, yeməklərə doğru çəkiləcəksən. Bunu sənin şuur altın edir. Yəni həyatımızın %95'ini şuur altımız yönləndirir və biz %5 kısım zihnimizə düşən orada bir görev var, orada bir iş var və düşünürük ki, mənim həyatımı zihnimlə idarə edirəm, mən həyatımı ağlımla idarə edirəm. Sənin həyatını %95 sənin şuur altın idarə edir. Orada qorxuların varsa, bədən özünü qorumaya almaq üçün o piqatlarını yığacaq ora. Və sən istəsən də, istəməsən də sənə zərərli olan o qidalara doğru çəkiləcəksən, o ölü qidalarla bəslənəcəksən, doyduğunu hiss etməyəcəksən, o sənin dərinin altında o piqatını qalınlaşdıracaq. Və bunun üçün nə edəcəksən? Həyatı sevəcəksən, dünyanı sevəcəksən, kökdə ana ilə barışıq olacaqsan, keçmişinlə barışıq olacaqsan, keçmişində olub bitən hər nə varsa, onları olduğu haliyle qəbul edəcəksən, bugününə gələcəksən, bugününə gəldiyində, anı yaşamağa başladığında, anın içində qorxu diye bir şey yoxdur. Sən o qorxuları keçmişdən getirdin. O qorxular zaten gerçek değil ve bir illüziyadan başka da bir şey değil. Ama sen dünyanı yeteri kadar sevmeyen bir ruha sahip olduğun için o qorxuları oraya yerləşdirdin və bunun fərqində olub onu dönüşdürmədiyin müddətcə də o qorxular səni o bədəndəki o çəkini artdıracaq, yeməklərə doğru çəkəcək. Və sən də bu səfər, bax, yanlış yerdə baxırsan, yanlış tərəfə baxırsan əslində. Qorxularına baxmaqdansa bədəndəki çəkiyə takılmısan. Bədəndəki çəki ilə savaşırsan. Sən savaşdıqca o da səninlə savaşır. Nədən? Çünkü burası bir məktəb. Biz bura öğrenmeye geldik. Ve sen öğrenmediğin müddetçe sen o derslerin devam edecek. Her zaman ne deyirəm? Bugün çok cüzi bir şekilde gelir sana oradan bir mesaj. Ne bileyim, cüzi bir baş ağrısı. Tamam mı? Sen bunu görmediğinde ne olacak? Bak deyir ki, aslında biz bu mesajı gönderdik. Bak almadı. Bak anlamadı. Ne olacak? O mesaj artarak gelecek. Bu sefer 2'ye katlanacak. Bu sefer 4'e katlanacak. İlla ki bu hayat sana o dersi verecek. Ama sen bütün bunların hamısını unutmuşsan. Ruhunun ihtiyaçlarını unutmuşsan. Ne edirsən? Takılmışsan bedene. Bir bedene takılmışsan. Beden çeki alırım, kilo alırım. Ne edim bunu bitsin? Ne bileyim idman edim, ne bileyim diyeta saklayayım. Bak diyeta saklayacaksan. Tamam mı? Pəhriz edəcəksən. Bu səfər də o bədəni ac buraxacaqsan. Bədən deyəcək ki, yemək gəlmir. Yemək gəldiyində bu səfər yediyin yeməyin hər şeyi depolayacaq. Çünki nədən? Bir daha yemək gəlməyəcək. O ehtiyatını götürəcək. Sənin yediyin yeməklərin hamısı kiloya gedəcək. Əslində, çarəni yanlış yerdə axtarırsan.
Əslində sənin tək ihtiyacın olan bir şey var. Keçmişini olduğu haliyle qəbul edəcəksən. Ana ilə halallaşacaqsan. Ananı olduğu haliyle qəbul edəcəksən. Bunların hamısı sənin A'dan Z'yə ruhunun ehtiyacı. Və sən ruhunu unudub, özünü bədən və zihindən ibarət olduğunu zənn etdiyin üçün, bu yaratdığın saxta kimliyin sən olduğunu düşündüyün üçün ruhun ehtiyaclarını unuttun. Həyat da sənə ruhunun ehtiyaclarını xatırladır. O kilo sənə ruhunun ehtiyacını xatırladır. Ehtiyac sənin ruhunun ehtiyacıdır. Orada görmən gereken şeyler var. Keçmişinlə barışmalısan deyir həyat sana. Olan olduğu haliyle qəbul etməlisən deyir həyat sana. Sən olanla savaşırsan. Olanla savaşı qazanma şansın yoxdur. Qorxuların var. Keçmişindən getirdiğin bir sürü qorxuların var. Hayat necə olacaq? Gələcək necə olacaq? Uşaqlarım necə olacaq? Oğlum necə olacaq? Qızım necə olacaq? Deyə bu narahatçılıqları hardan getirmişsən? Keçmişindən getirmişsən. Orada yaşadığın sıxıntıların var. Orada ne bileyim yaşadığın belli bir təcrübələrin var. Oradan getirdin. Və zihin sənə deyir ki, bax sən bunları təkrar yaşaya bilərsən. Orada sənə qorxuları yüklüyor. Sən də qorxular gəldikcə ne olacaq? Gedəcəksən, yeməyə çəkiləcəksən. Çünki beden özünü qorumaya almalıdır ya. O dəri qatını piyələndirməlidir ya, orasını artırmalıdır ya. Sən bu səfər sənə zərərli olan və çəkini artıran yeməklərə doğru çəkiləcəksən. Gedib onları yeyəcəksən, özünü durdura bilməyəcəksən heç bir şəkildə. Su içə bilməyəcəksən. Nədən? Çünki su içmək dişil bir enerji almaqdır. Almaq nədir? Dişil enerji nədir? Keçmişte sənin anandır, sənin bədənindir. Sən bunlarla barışıq olmadığın müddətcə, öz dişiliyinlə, öz bədəninlə, keçmişinlə, ananla barışıq olmadığın müddətcə nə olacaq? Su da içə bilməyəcəksən. Bu səfər yeteri qədər nəfəs də ala bilməyəcəksən və sən yeteri qədər nəfəs almadığın üçün də beyin nə deyəcək? Acam deyəcək. Mən acam. Çünki nədən? Bədənə yeteri qədər oksigen gəlmədi. Beyin yine açlıq siqnalı verir və sən yenə çəkilirsən yeməklərə. Və baxın, bu qədər alanda olan aclığı bir tek yeməklə doydurmağa çalışırsınız. Sənin duyğuların acdı, sənin zihnin acdı, bilgiye acdı, təəccüblənmək istəyir, yeni bir şeyler ver ona, yeni bir şeyler öğren. Hayatına yeni bir aktiviteler qat, et bunları yani. Sen bunları etmediğinde, bak zihnin bilgiye acdı, beynin bilgiye acdı. Bedenin suya açtı, nefese açtı, oksigene açtı. Sen bir tek düşünürsen ki açlık mədədə olur. Değil. Duyguların sevgiye açtı. Sen yine gidersen yemeğe doğru çekilirsen. Yanlış yere bakırsan sevgili dostum. Ve şeytan sana diyor ki, bak savaş. Orada savaşılacak bir şey var. Bak savaş. Bedenin qalınlaşır, kökəlirsən, kiloyla savaş, huzursuz ol deyirsən orada. Sən huzursuz olduğunda əslində kimin huzurunda olursan? Hər zaman ne dedim sizə? Huzurlusansa, sən Yaradanın huzurundasan. Əgər ki huzursuzsansa, sən şeytanın huzurundasan. Sən ona xidmət edirsən əslində hər huzursuz olduğunda, hər qorxduğunda, hər güvənmədiyində. Sən əslində kimə güvənmirsən? Ona güvenmirsən, benim ruzimi vermeyecek. Evlatlarımın ruzisini vermeyecek. Evlatlarım deyip sahiplenirsen, sen onların sahibi değilsen ki. Onları bir sahibine teslim et. Onların geleceğiyle bağlı korkuları bırak. Bunları bıraktığında bak korkuların getdiğinde beden çekini bırakacak. Ve aslında insan niye korkur? Çünkü bakın dostlar. Niye korkuyoruz biz? Korkuya niye ihtiyacımız var ve bunun kökünde ne var? Orada hansı mekanizma işleyir? Sen bu hayatı, bu dünyanı yeteri kadar sevmediğin için, buraya sevgi bağlarıyla bağlanmadığın için ve senin ruhun bu dünyayı tekamül etmen için gelip, o ruhun bu dünyada kalması için senin korkuya ihtiyacın var. Çünkü bütün korkuların kökünde tek bir korku var. Ölüm korkusu.
Sən onun adına qapalı yerdən qalmaqdan qorxuram dedin. Sən onun adına qaranlıqda qalmaqdan qorxuram dedin. Sən onun adına böcək qorxusu dedin. Sən onun adına gələcək narahatçılıq dedin, kasıbçılıq qorxusu dedin, pulsuzluq qorxusu dedin. Amma bütün bunların hamısının kökündə tək bir qorxu var. Sən əslində ölümdən qorxursan. Niyə qorxursan? Çünki həyatı, dünyanı sevmirsən. Çünki keçmişinlə barışıq deyilsən. Çünki orada ana ilə barışıq deyilsən. Bəzən görürsünüz ki, mən bunu dediyimdə dostlarımız deyirlər. Yox Şəlayə xanım, mənim anamla heç bir problemim yoxdur. Aşırı bağlılığım var. Aşırı bağlılığın var, mərkəzində deyilsən, sıfır nöqtəsində deyilsən, neytralda deyilsən, rahat buraxmırsan. Səni bəlkə də vaxtından tez buraxıb gedib ana, küskünsən içində. Məni vaxtından tez tək qoydun deyə küskünsən ona, bunun fərqində deyilsən. Bu da səni mərkəzindən uzaqlaşdırır. Sən sıfır nöqtəsində deyilsən ki və sıfır nöqtəsində olmadığın müddətcə keçmişinlə, ananla sağlıqlı bağ qurmamısan deməkdir. Orada mərkəzinə gələcəksən, orada neytrala gələcəksən. Orası ilə halallaşdığında, keçmişi buraxdığında senin zaten qorxuların gedəcək. Çünki qorxular hamısı keçmişdən gəlir. Bugünə aid olan heç bir qorxun yoxdur. Sənin bugünə aid olan heç bir qorxun yoxdur. O qorxuların keçmişdən gəldi. Uşaqlıqda yaşadığın, keçmişdə yaşadığın hər hansı bir travmadan gəldi. Onun kökündə senin yaşadığın travmaların var. Başka hiçbir şey yoktur. Ne edeceksen o travmaların üzerine çok güzel bir şifalanma seansları alacaksan ya özün işleyeceksen onun üzerine oradan özgürleşeceksen. O korkuların oradan gittiğinde bedende çekini bırakacak. Bu sefer ne edeceksen necə sağlıklı beslenirəm diye sağlıklı yemeklere doğru çekileceksen. Çünkü neden? Senin artık korkulara ihtiyacın yoktur. Bu sefer əslində bəzi qidaların sənə faydalı olmadığını anlayacaqsan. Bu sefer su içmeye başlayacaqsan. Çünkü keçmişinlə barışdığında, dişiyle barışıq olduğunda zaten su da içmeye başlayacaqsan. Çünkü su içmək ne demek? Almaq deməkdir. Almaq ne demek? Dişil bir enerjidir. Bakın sevgili dostlar, o çekinizlə, o kilonuzla savaşmağı bırakın. Yine çok danıştım. Yine sistem bir şekilde mənə dur deyir artık. Bu kadar bilgi yeterdi. Bakın sesim yine kısıldı. O korkularını bırakacaksan, o geçmişinden özgürleşeceksen, bunların hamısını başardığında, anı yaşamaya başladığında, senin ne gelecek korkun olacak, ne gelecek narahatçılığın olacak, ne bedeninde savaşın olacak. Ve zaten sen geçmişiyle, anayla barıştığında, dişiyle barıştığında, ne olacak? Sen bedenle de barışık olacaksın. Artık o şekilde savaşmayacaksın. Çünkü savaştığın her şey seninle savaşır. Kilo vermeyi bırakacaksan zaten. Kilo vermek gibi bir derdin olmayacak. Bu zaman zaten senin o kiloya ihtiyacın olmadığı için o kilo da seni rahat bırakacak. Ama sen onunla savaştığın müddetçe her zaman hatırla, o da seninle savaşacak. Çünkü baktığın gördüğün her şey güzgü. Sende olanı sana gösteren bir güzgü. Güzgüye baktığında güzgüdekine gülersense sana güler, tebessüm edersense tebessüm eder, kaşlarını çatarsansa o da senin kaşlarını çatacak. Savaştığın her şeyde seninle bunun kimi savaşır. O güzgüdekine, bakın o güzgüdekinin üzerine bir çamur atarsansa o sana bulaşacak. Bakın oradakine bir tekme atarsansa özüne tekme atacaksın ve sen aslında seninle savaşırsın. Geçmişinle savaşırsan, ananla savaşırsan, dişil tarafınla savaşırsan. Bütün bu yerlerinden özgürleş, merkezine gel. O kilolar seni rahat bırakacak. Kilolarla savaşmağı da bırak.